Başlayaq artıq. Başqaları da qoşlar yavaş-yavaş. Hər kəsə salam, xoş gəldiniz. Bugünkü qonağım Fidandır və Fidan zəhmət olmasa özünü qısaca təqdim edərsən. Mən Fidan, 17-23-cü illərdə Tibb Universitetində tibbi profilaktika üzrə bakalavr təhsil almışam. Sonra bir il rezidentura təhsil almışam gigiyena ixtisası üzrə. Uşaq yeniyetmələr sağlamlığı və əmək sağlamlığı kafedrasında. Sonra növbəti dövlət proqramına müraciət etmişdim. Oradan qəbul aldım ictimai səhiyyə ixtisası üzrə. Glasgow Universitetində ona görə təəssüf ki, rezidentura təhsilindən imtina etməli oldum. Çünki dondurma olmur. Sonra 24-25-ci illərdə magistr təhsilimi aldım. Keçən il məzun oldum, qayıtdım və qayıtdığım andan etibarən də hazırda Tibb Universitetində elə rezident olduğum uşaq yeniyetmələr sağlamlığı və əmək sağlamlığı kafedrasında çalışıram. Baş laboratoriyada. Çox sağ ol Fidan və çox sağ ol ki, vaxt ayırıb bugünkü vebinara qoşuldun. İlk öncə sual vermək istəyirəm ki, nəyə görə ictimai səhiyyə sahəsini seçdin? Elə ən başından. Ən başından. Deməli, universitetə qəbul olanda hələ ictimai səhiyyə sahəsi o qədər tanınmırdı. Heç bizim ixtisasın adı da ictimai səhiyyə deyildi, tibbi profilaktikaydı. Ona görə açığı onda heç ağlımda deyildi. Dəqiq ki, fikirləşirdim ya laboratoriya sahəsində tutaram, ya yox ilə. Amma dəqiq bir qərar verməmişdim. Artıq 3-cü, 4-cü kursdan mən eşitməyə başladım ictimai səhiyyə. Biraz araşdırmağa çalışdım, öyrəndim. Maraqlı gəldi mənə. Ondan sonra daha çox maraqlanmaq istədim ki, əgər həqiqətən hiss edirəmsə ki, buna qarşı bir marağım var, mənim xoşuma gəlir, o sahəyə yönəlim. Biraz oxuyurdum hər gün ictimai səhiyyə ilə bağlı məqalələr və s. Sonra 5-ci kursda Hacettepe Universitetinə getmişdim. Yenə universitetlər arası olur, tələbələr göndərirlər yayda bir aylıq staj üçün. Mən orada da yenə haqq sağlığı seçmişdim ki, görüm başqa ölkədə necədir bu, daha yaxından tanıyım. Belə marağım yarandı. Çünki ictimai səhiyyədə biz fərdə yanaşmırıq, topluma yanaşırıq. Bu mənim daha çox xoşuma gəldi ki, tək fərd olaraq kiminsə sağlamlığına müsbət təsir göstərməkdənsə bütün toplumun sağlamlığını qorumaq mənə daha məntiqli gəldi, daha xoş gəldi. Ona görə bu sahəni seçdim. Seçdiyim üçün də hələ ki şadam. Tamam, çox sağ ol. Bəs nəyə görə Glasgow Universitetini seçdin oxumaq üçün? Yəni səni nə motivasiya elədi? Bu biraz individual yanaşmadır. Yəni bunun cavabı məncə hamı üçün fərqlidir. Mənə hətta bu sualı vermişdilər dövlət proqramının müsahibəsində də. Mənim cavabım o idi ki, universitetin binası mənim çox xoşuma gəlir. Deyilməyəcək bir cavab demişdim, amma həqiqətən əlbəttə ki, tək səbəb bu deyil. Universitetin top 100-də olması, yaxşı təhsil verməsi, ümumiyyətlə Britaniyadakı təhsilin bir illik olması, yəni bir çox başqa nüanslar da var, amma məni xüsusilə Glasgow Universitetinə çəkən bir şey vardı daxildən hiss olaraq, ona görə seçmişdim. Əslində olmasaydı bəlkə də daha başqa, daha da reytingdə daha yuxarı olan universitetlərə müraciət edərdim. Amma sadəcə hissdeyim. Eynən, mən də bununla bağlı bölüşmək istəyirəm. Çünki Fidan Glasgow Universitetinin məzunudur. Mən də hal-hazırda artıq 2-ci semestrimi tamamlamışam. Məsələn, mən seçmək səbəbim o idi ki, mən epidemiologiya üzrə ixtisaslaşıram və Glasgow Universiteti araşdırma üzrə daha yüksək reytinqlərdə idi və araşdırma sahəsinə daha çox ixtisaslaşmışdı. Mən də düşündüm ki, əgər mən epidemiologiya sahəsini seçirəmsə və bir növ tədqiqat istiqamətində irəliləyirəm, ona görə də bu universitet mənə daha çox faydalı ola bilər. Yəni, sən dediyin kimi də hamı üçün səbəblər fərqlidir, yanaşma fərqlidir. Bunu da bölüşmək istədim. İndi təhsillə bağlı olan suallara keçirəm. Ümumiyyətlə, xaricdə bu ictimai səhiyyə təhsili alma prosesi necə oldu, necə başladın? Bu barədə məlumat verə bilərsən? Çünki tələbələrin də çoxu maraqlanır ki, xaricdə ala bilərlər bu sahə üzrə, hansı proseslərdən keçmək lazımdır? Ən başdan başlasam, təqaüdə müraciət etmək, ilk növbədə universitetdən, seçdiyimiz universitetdən qəbul almalıyıq. Həmin qəbul üçün müəyyən tələblər var. Hər universitetdə oxşardır, amma sadəcə göstəriciləri fərqlənə bilir. Belə hər biri ümumi ortalamaya baxır, bakalavr ortalamasına. İngilis
qəbul aldıqdan sonra təqaüdə müraciət edirik. Şərt deyil əslində dövlət təqaüd proqramı olsun. Universitet daxil təqaüdlər də olur. Başqa ölkələrin Avropada bir çox təqaüd proqramları var. Əsas məsələ sadəcə müraciət eləmək və qəbul almaqdır. Bizim üçün daha əlçatanı dövlət təqaüd proqramıdır, həm də üstünlükləri daha çoxdur. Ona görə dövlət təqaüd proqramına müraciət, həm də biraz Britaniyadan təqaüd almaq, universitet daxil təqaüd almaq məncə daha çətindir ki, Avropada. Ona görə əgər Britaniyada oxumaq istəyirsə, daha əlçatan dövlət təqaüd proqramıdır. Təqaüdə müraciət prosesi, məncə bu barədə artıq çox danışılıb. Yəni, yenə eyni tələblərdir, yenə dil, ortalama bal və s. Əsas məsələ məncə müsahibədə necə danışmaqdır. Müsahibədən keçdikdən sonra da artıq müraciət olmuş, yəni qəbul olmuş oluruq. Sonra sığorta viza məsələləridir. Bunları ilk növbədə özümüz həll edirik, ancaq sonra dövlət bizə həmin ödənişi geri qaytarır və aylıq ödənişlər də həmçinin qaydasında gəlir. Məncə oxumaqda o qədər çətinlik olmur. Təqaüdlər, hazırda sən də oxuyursan. Məncə, yəni qane eləyir bir tələbənin kifayət qədər hər şey qarşılanır bu təqaüddə. Ona görə üstünlükləri çoxdur. Və sonra qayıdıb iş tapmaq məsələsi, bu biraz çətin məsələdir. Dövlət əslində köməyini göstərir. Bununla bağlı biz qayıtdıqdan sonra bizə e-mail göndərirlər, məlumatlar istəyirlər. İşləyirsinizmi, işlənmirsizmi, bu məlumatlar da alınır ki, iş olsa bizə uyğun bir iş tapılsın. Belə, mən gələn kimi işə başladım deyə, yəni müraciət etmədim əslində başqa bir yerə. Tamam. Bəs dövlət proqramı ilə getmək istəyənlər üçün nə tövsiyə eləyərdin? Nə tövsiyə eləyərdim? Məncə birinci növbədə proqramın şərtləri ilə yaxından tanış olmaq, bu şərtləri qəbul eləmək lazımdır. Yəni ki, dövlət təqaüd proqramı ilə oxuyuruqsa, biz qayıdıb 5 il burada işləmək məsuliyyətimiz var, işləməliyik 5 il burada. Əgər bu şərtlə razı deyilsə heç kim, o halda əvvəldən məncə müraciət etməməlidir təqaüdə. Yox, əgər hamı üçün okeydirsə qayıtsın və ölkəyə dövə versin, ölkədə işləsin ən azı 5 il. O halda məncə ən yaxşı seçimdir elə bu təqaüd proqramına getmək. Bir də çoxlu araşdırmaq lazımdır məncə, çünki müsahibələrdə mütləq ki, dünya görüşündən suallar verilir, ixtisasla bağlı suallar verilir. Ümumiyyətlə, siz bu sahəyə nə qədər maraqlısınız, onu öyrənməyə çalışırlar. Ona görə də ixtisasla bağlı, ictimai səhiyyə ilə bağlı yaxşı araşdırma etmək lazımdır. Bir də ki, dərslər çətin olmasın deyə məncə əvvəldən hazırlaşmaq da yaxşı ola bilər. Əvvəldən mühitə hazırlaşmaq, daha asan adaptasiya olsun deyə mühitə hazırlaşmaq lazımdır məncə. Gedəcəyiniz şəhərlə bağlı çoxlu araşdırma etmək yaxşı ola bilər. Şəhərində hətta qalacağınız yerlə bağlı belə universitetə yaxınlıq, səhər həmin yerdə ümumiyyətlə safe zonadırmı, həmin yerdə bəlkə ola bilər kriminal çoxdur, ya bəlkə yaxşı yerdir, mərkəzi yaxındır və s. İnsanlarla bağlı araşdırma eləmək lazımdır, ölkənin mədəniyyəti ilə bağlı. Həm sizin üçün daha asan olacaq adaptasiya olmaq üçün, həm də həmin insanların mədəniyyətində hər hansı bir hörmətsizlik etməmək üçün daha yaxşı ola bilər. Eynən, razıyam. Məndən də tələbələr bəzən soruşurlar ki, məsələn, hansı ölkəni seçək gedib oxumağa? Yəni, bu çox fərdi sualdır. Məsələn, mənim üçün yaxşı seçim olan sizin üçün yaxşı seçim olmaya bilər. Yəni, sənin dediklərinə də çox qatılıram. Çünki bəzən təhsili yaxşı olsa da, məsələn, əgər oranın mədəniyyəti və ya nə bilim qalacağın yer və s. sənin üçün uyğun deyilsə və ya yemək, yəni əsas şeydir də, uyğun deyilsə, yəni nə qədər orada təhsil yaxşı olsa da, artıq bir yerdən sonra çətinlik olur. Məsələn, Britaniya ilə bağlı bunu deyə bilərəm ki, xüsusilə Glasgow, yəqin ki, filan sən də razılaşarsan. Qış vaxtında hava çox tez qaralırdı, yəni saat 3 olurdu günorta, hava tez qaralırdı. Bu ilk başlar mənim üçün çox çətin oldu adaptasiya olmaq. Düzdür, Bakıda da hava yəni tez qaralırdı, amma bu qədər yox. Bir də burada əsas nüans o idi ki, saat 6-dan sonra heç yer işləmir, hər yer bağlanır, çox sakitlik olur. Yəni bu da biraz insana qəribə gəlir. Çünki Bakıda əsasən saat 6-dan 7-dən sonra həyat başlayır, hamı şəhərə çıxır, gəzməyə gedir, amma burada tamamilə əksidir. Yəni əgər
siz şəhər həyatını sevirsinizsə, çox insanla bir yerdə olmaq istəyirsinizsə, ona da baxmaq lazımdır ki, gedəcəyiniz ölkədə o vəziyyət necədir. Məsələn, mənim üçün bu elə də problem deyildi, çünki mən sakitliyi xoşlayıram. Yəni insanlar çox olsa da, olmasa da o qədər də fərqi yoxdur. Düzdür, adam bəzən darıxır, adaptasiya prosesində də çətin olur, amma yəni mənim üçün bu yaxşı idi. Bir də qalmaq məsələsini əlavə eləmək istəyirəm. Məsələn, mənim qaldığım tərəf şəhərin qərb tərəfidir və biz bura gəlməmişdən əvvəl də müəyyən qədər məlumat var idi ki, cənub tərəf daha təhlükəlidir. Və məsələn, həqiqətən də elədir. Öz təcrübəmdən də görürəm ki, burada daha sakitdir. Axşam, yəni sən saat 11-də, 12-də gəzsən də heç kim gəlib səni narahat eləməz, bir şey deməz. Amma məsələn, biraz şəhər tərəf, o Fidan sən də yəqin qaldığın tərəfdə, o Bukanın tərəfdə daha çox, yəni mənə elə gəlir ki, təhlükəlidir və axşam gəzəndə insan istər-istəməz o qədər fərqli insanlar olur ki, biraz ehtiyat eləyirsən. Bununla bağlı sən nəsə bölüşmək istəyərsən, yoxsa? Bizim şükür ki başımıza mənfi bir şey gəlməyib, ancaq ətrafda gələnlər görmüşük. Hər bir hər bir ölkədə məncə mənə elə gəlir ən sefili Azərbaycandır. Hər bir ölkədə biraz narahatlıq olur. Bəlkə də bizim üçün yad yerdir deyə bilmirəm, amma mən onu hiss edirəm ki, ən rahat bizim ölkədə istənilən saatda gəzəndə insan heç bir narahatlıq hiss eləmir, amma başqa ölkədə nələrsə görürük. Yenə də şükür ki, nəsə bir narahatlıq, mənfi bir şey hallara rastlaşmamışam özüm üçün. Amma bəli, qaldığımız yerin mütləq ki, əhəmiyyəti var. Şəhərin də mütləq ki, əhəmiyyəti var. Sən dediyin kimi, əgər kimsə belə şəhər həyatını çox sevirsə, Qlazqo onun üçün çox sıxıcı olacaq məncə. Amma mən də sakitliyi çox sevdiyim üçün mənim üçün çox möhtəşəm idi. Mən məsələn fikirləşirəm ki, çox öyrəşmişəm də. Burada maşınlar azdır, səs-küy yoxdur, yəni tıxac səsi, belə nə deyirlər ona? Maşın siren səsi, yəni onlar yoxdur da. O qədər öyrəşmişəm, rahat fikirləşirəm. Ayda Bakını düşünürəm ki, Bakıda tıxac, səs-küy, ona necə təzədən adaptasiya olacağım da. Ona görə adam öyrəşir o qəşəng təbiətə, sakitliyə. Tamam, növbəti sualıma keçid eləyirəm. Xaricdə təhsil üçün ortalama xərc nə qədərdir? Yəni əslində dövlət proqramının verdiyi, mən biraz cavab verim, sonra da sən cavab ver, öz təcrübəmdən deyim. Dövlət proqramı məsələn hər ölkə üçün, ölkənin tərkibindəki hər şəhər üçün də fərqli-fərqli təqaüd verir. Məsələn, Glasgow üçün bu 1300 funtdur. Sizdə də elə idi, yoxsa? Hə. 1300 funtdur və mən düşünürəm ki, bu yəni qiymətə yaxşı dolanmaq olur. Yataqxana daxil, yemək içmək daxil. Burada biraz həyat tərzi məsələsi də var ki, yəni siz əgər hər gün restorandan yemək yeyəsinizsə, təbii ki, bu pulla keçinə bilməzsiniz. Bir müddət yəni təqaüdü ekonomik xərcləmək də lazımdır. Amma ümumi məncə bəsdir. Yəni sən nə düşünürsən Fidan? Tamamilə razıyam. Biraz baxır siz qalacağınız yerə nə qədər ödəniş edirsiniz. Çünki hər şey ondan asılıdır. Siz qalmağa pulu verəndən sonra artıq təqaüddə nə qədər qalırsa onunla dolanmalısınız. Əgər az verirsinizsə çox qalacaq, çox verirsinizsə az qalacaq. Ona görə ev tapmaq məncə ən düzgün seçim olur ki, bir neçə nəfər bir evi tutanda onda hər adama daha az ödəniş düşür. Ancaq ev tapmaq biraz çətin olur. Əksəriyyətimiz yataqlarda qalırıq. Yataqxanalar biraz bahadır, amma yenə də mən düşünürəm ki, bəli, verilən təqaüd kifayət edir dolanmaq üçün. Mən də məsələn yataqxanada qalıram. Yataqxanam bahadır açığı. O cəhətdən biraz daha az pul qalır, amma yenə də keçinmək olur yəni. Amma daha yaxşı, ucuz seçimlər də tapsanız, təbii ki, onda daha da yaxşı olur. Növbəti sualım odur ki, xaricdə ictimai səhiyyə sahəsində hansı istiqamətlər daha prestijli sayılır? Məncə epidemiologiya çox prestijli sayılır xaricdə. Bizim ölkədə düşünürəm o qədər inkişaf eləməyib. Hətta bizim ölkədəki epidemiologiya ilə xaricdəki epidemiologiya arasında da fərq çox. Burada epidemiologiya fənnində öyrəndiklərimizlə orada epidemiologiya fənnində öyrəndiklərimiz tamamilə fərqli şeylərdir. Amma xaric üçün məncə elə düşünürəm ən prestijli epidemiologiya. Bəs başqa hansılar deyərdin? Məncə ümumi bütün qolları bu dəqiqə yaxşı, prestijli sahə sayılır xaric üçün. Yəni aktual bir sahədir.
Health promotion da bence yaxşıdır. E, Sırf statistik sahədə məncə bu dəqiqə çox istifadə olunur. Real data var, edə bilmirəmsə. Hı hı. Sırf ancaq statistika ilə bağlı o sahə üzrə ixtisaslaşır uşaqlar. Məncə o da çox tez. Bəs Azərbaycan üçün? Azərbaycan üçün məncə ümumi ictimai səhiyyəni elə oxuyanda hər biri içərisində gedir. Yəni müəyyən bir sahə üzrə ixtisaslaşmaq, bəlkə də dar çərçivə üzrə ixtisaslaşmaq daha çətindir bizim üçün. Yəni bizim sahədə Azərbaycanda inkişaf etmək üçün daha çətindir. Nəinki ümumi sanki daha yaxşıdır ki, hər şeyi əhatə edir. Yəni epidemioloqum deyəndə sanki sahə daha darlaşacaq, amma ictimai səhiyyə mütəxəssisiyəm deyəndə daha çox imkanlar genişlənir. Düz. Məlumatlar ixtisas seçmişəm. Amma fərqində olaraq seçmişəm. Səhiyyə mütəxəssisi sayılırsa məncə o Eyni. dar ixtisas məncə ora üçün əhəmiyyətlidir. Növbəti sualım budur ki, sən hal-hazırda da Tibb Universitetində akademik işləyirsən, yəni akademik bir həyatın var və məncə bu suala daha da yaxşı cavab verə bilərsən ki, xaricdə təhsil ilə Azərbaycandakı təhsil arasında əsas fərqlər nələrdir? Bunu həm məncə sən bir pedaqogika tərəfindən cavablandır, mən də bir tələbə olaraq cavablandırım. Maraqlı olar. Biraz çətin olacaq cavablamaq. Çünki biz burada bakalavr oxumuşuq, orada isə magistr oxumuşuq. Buranın bakalavr ilə oranın bakalavrını müqayisə edə bilmirəm. Oranın magistri ilə buranın magistrini bəlkə biraz müqayisə edə bilərəm. Çünki özüm oxumasam da kafedramızda təhsil alan magistrlar var. Proqramı əslində xaricdə təhsil aldığımız proqrama uyğun şəkildə görürəm ki, qurulur. Keçilən fənlər və s. hiss edirəm ki, orada keçdiyimiz fənlərin eynisini burada da yəni uyğun fənlər var, üst-üstə düşən fənlər var. Rezidenturada elə deyildi məncə. Tam xatırlamıram. Amma magistr daha xaricdəki magistr stilinə uyğun şəkildə məncə gedir. Fərq odur ki, məncə təcrübə məsələsidir. Yəni biz yeni adaptasiya olmağa çalışırıq sanki ki, xaricdə beynəlxalq olaraq keçirilən şeylərə. Misal üçün statistika biz magistrdə keçdik, bakalavrda isə ümumiyyətlə bəlkə də indi keçirilir deyə statistika fənni var. Ancaq biz bakalavrda keçməmişik. Ona görə mənim üçün çox çətin olmuşdu. Kəşf deyildim, mən əvvəldən bir bazam vardı statistika haqqında ki, magistrdə çünki çox çətin çəkdim. Hələ sadə statistika ilə bağlı primitiv şeyləri öyrənərkən belə çox çətin çəkmişdim. Tamamilə mənim üçün yeni bir şey idi. Ona görə məncə statistika bakalavrda mütləq öyrədilməlidir elə ən başında. Məncə artıq öyrədilir. Bundan başqa epidemiologiya, biz xəstəlikləri yenə də mən tibbi profilaktika üzrə danışıram. Artıq proqram dəyişilib, biz 6 il oxuyurduq, artıq uşaqlar 6 il oxumur, yeni fənlər əlavə olunur. Bəlkə mənim danışıqlarım artıq keçmişdə qalıb, indi elə deyil. Öz təcrübəm üçün desəm, epidemiologiyada da biz xəstəlikləri keçirdik, necə qarşısını ala bilərik, biraz fakt danışırıq, dezinfeksiya, deraksasiya haqqında. Və yoluxucu xəstəliklər də yenə onun oxşar olurdu, mikrobiologiyada hardasa oxşar olurdu. Yəni biz illərlə əslində eyni xəstəlikləri nələr törədir, klinikası necə gedir, müalicəsi necədir, oxşar şəkildə keçmişdik. Magistrda demək olar ki, tip əlaqəli bir seçinə keçmək. Yəqin sən də onu gördün. Yəni bizim bakalavr bizi həkim kimi yetişdirirdi. Magistr isə tamamilə tibdən uzaqdır. Tibdən uzaqdır deyəndə, yəni tibdə əlaqəlidir, amma həkimlikdən uzaqdır. Bizi bir növ siyasətçi kimi yetişdirməyə çalışır, həkim kimi yox. Məncə ikisi də balansda olmalıdır. Yəni biz əgər Tibb Universitetində oxuyuruqsa mütləq ki, bir həkim, yəni xəstəliklərdən xəbərimiz olmalıdır. Bu xəstəlik nə törədir və bunun necə qarşısını ala bilərik. Hər birini məncə bilməliyik. İkisinin bir növ bəhthət olsa daha yaxşı olur. Eynən razıyam.
Nə əlavə eləmək istəyirdim? Hə, bizdə bakalavr 5 illik olub ictimai səhiyyə və əslində çox fərqlər var idi tibbi profilaktika ilə. Məsələn, biz birinci kursda biostatistika keçmişdik. Amma məsələn, müqayisə eləyəndə ki, orada keçdiyimiz biostatistika ilə magistrdəki statistika əslində tamamilə fərqli idi. Məsələn, biz orada bəlkə də elə olmalıdır, bilmirəm. Daha çox Excel-də işləmək, toplama, çıxma, belə şeylər keçirdik. Amma buradakı statistika tamam fərqlidir. Yəni artıq burada Excel yox, müəyyən proqramlar üzərində işlənilir. Məncə bizdə əsas problem odur ki, bizdə kadr yoxdur, kadr azdır və istər-istəməz bu da ümumi təsir eləyir, öyrənmə prosesinə də təsir eləyir, məlumatların əldə olunmasına da təsir eləyir. Yəni mənim gördüyüm, məsələn, magistraturanı bilmirəm, amma bakalavrla müqayisə eləsəm, çünki bakalavrda ictimai səhiyyə oxumuşam, burada da indi epidemiologiya olsa da yaxındır. Görürəm ki, yəni məlumatlara çatmaq baxımından daha çox bakalavrda çətinlik var idi. Bir də o epidemiologiya məsələsinə çox qatılıram, çünki bizdə də elə idi. Məsələn, bizdə epidemiologiyanı 3 hissəyə ayırmışdılar, səhv eləmirəmsə. Birincisi yoluxucu xəstəliklərlə bağlı idi, digəri qeyri-infeksion xəstəliklərin epidemiologiyası idi. Əlilliyin epidemiologiyası belə bir ad da var idi. Amma problem oydu ki, yəni bu uyğunlaşdırılmağa çalışsa da keçirilən dərslər ona uyğun tam olaraq olmurdu. Çünki həm yenə də kadr azlığından mən elə düşünürəm ki, ondan problem yaranır. Həm də bizdə daha çox artıq sanki sistem qurulub yoluxucu xəstəliklər, onun qarşısının alınması istiqamətində və araşdırma da azdır. Araşdırma işi aparan da azdır. Yəqin ki, burada da mən tanıdığım magistratura oxuyan bir nəfər var. Bəlkə Qərib sən də öz məlumat, yəni bölüşmək istəyərsən öz fikirlərini, təcrübəni. Məsələn, nə deyirdim, yadımdan çıxdı. Hə, tədqiqat. Məsələn, nəsə araşdırma aparmaq istəyirik, tutaq ki, mənbələr istəyirik götürək Azərbaycandan, bu çox çətin olur. Yəni ingilis dilində gərək Azərbaycandakı olan məlumatları bir növ ingilis dilində əgər hər hansı bir qurum gedib Azərbaycanda araşdırma aparıbsa, onların sayəsində tapmaq daha asan olur, nəinki Azərbaycanca tapmaq. O statistikalara çıxmaq çox çətin olur. Bilmirəm, yəni siz necə düşünürsünüz bu barədə, amma şəxsən mənim üçün hər hansı bir araşdırma aparanda tapmaq çox çətin idi. Və o baxımdan Azərbaycanda düşünürəm xüsusilə statistika, epidemiologiya yönümündə çox kadra ehtiyac var və bizdə də sistem tamam fərqli olduğuna görə, məsələn, bizdə kurasiya olurdu gigiyena epidemiologiya mərkəzində. Orada görürdüm ki, buradakı epidemiologiya tamamilə fərqlidir. Yəni Fidan da qeyd elədiyi kimi, hə, daha çox dezinfeksiya, deratisasiya, nə bilim dezinseksiya və s. amma buradakı epidemiologiya sırf datanı necə istifadə eləmək olar, necə izləmək olar xəstəlikləri, ancaq xəstəlikləri də yox. Yəni tutaq ki, səhiyyədə olan bərabərsizliklərin də bir epidemiologiyasını çıxarmaq olur. Nəsə uzun danışdım, amma yəni mən də istədim bunları bölüşüm. Chatda nəsə yazılıb. Əlavədə olacaq Nalə. Birincisi o keçdiyimiz biostatistika ilə bağlı. Biz informatika adı altında keçdik və bəlkə də adı biostatistika idi. Həm də mən səhv məlumat da vermək istəmirəm. Çünki adı informatika kimi xatırlayıram, amma bəli dediyim kimi Excel, PowerPoint bunlardan necə işləmək olar və s. belə öyrənirdik. Statistika baxımından, statistik proqramlar baxımından bəli universitetdə bir məncə boşluq var. Müəllimlərin əksəriyyəti o məlumata sahib deyil. Daha çox sırf bu işlə məşğul olan müəllimlər bilir. Bir də ki, mən artıq həm də işlədiyim üçün əvvəllər ancaq tələbə gözü ilə yanaşırdım. Necə ki, sən deyirsən, məlumat tapmaqda çətinlik olurdu və s. və s. Əvvəl sanki ancaq şikayət edən tərəf idim. İndi amma digər artıq qarşı tərəfə keçmişəm. Ona görə müəllim kimi sanki həmin gözlə yanaşa bilirəm və tələbələrin əksəriyyətində əslində heç ümumiyyətlə öyrənməmə, araşdırmama hissini də görürəm. Yəni, xaricdə gördüyüm tələbələrlə bizdəki tələbələr arasında çox fərq hiss edir. Bizdə sanki öyrənməyə qarşı maraq, həvəs yoxdur, ixtisasa qarşı həvəs, maraq yoxdur, ümumiyyətlə. Onsuz da bir şey öyrənmirəm düşüncəsi var. Amma əslində öyrənmək istəyən üçün hər yerdə nəsə öyrənmək mümkündür. Məlumatlara düz çatanlıq biraz aşağıdır. Çünki bəzi məqalələr var ki, onları açmaq üçün, yəni məqaləni tam oxumaq üçün universitetdən əl çatanlıq olmalıdır. Glasgow Universitetinin əl çatanlığı daha çox idi. Əksər məqalələr nəinki bizim universitetdə. O cəhətdən bəli, daha az məlumata əl çatanlıq olur. Amma yenə
yenə də internetdə o qədər çox məlumat var ki, yəni bir məlumatı biz əlçat istəyiriksə ona çatmaq mütləq ki çatdırır. Artıq yeni bir şey öyrənmək bizim üçün 3 saniyəmizi alır bu qədər süni intellektin inkişaf elədiyi bir vaxt. Buna görə məncə ən əhəmiyyətli şey öyrənmək istəmək. Düzdür, razıyam ondan. Çünki mən də bakalavr oxuyanda adicə məsələn patok yoldaşlarıma baxırdım, görürdüm ki, yəni məsələn patokda var tutaq ki 70-ə yaxın tələbə. Bu 70 nəfərdən hansı həqiqətən də nə qədər ictimai səhiyyənin nə olduğunu mənimsəyib və o istiqamətə getmək istəyir. Bu say bəlkə də ona çatırdı ya da çatmırdı. Bu çox yəni düzdür. Amma bir şey də əlavə eləmək istəyirəm. Məncə burada ictimai səhiyyənin təbliğatı da çox önəm daşıyır. Çünki həvəs yaratmaq üçün də məncə təbliğat çox güclü olmalıdır. Məsələn, belə vebinarlara tələbələr az da olsa qoşulurlar, hansı ki öyrənmək istəyirlər, bilmək istəyirlər. Düşünürəm, universitet səviyyəsində də bu kimi tədbirlər çox olsa, həqiqətən ixtisas yönümlü və ictimai səhiyyə sahəsində işləyən insanlar cəlb olunsa, onların karyerası bir növ tələbələr göstərilsə, məncə çox faydalı olar. Çünki çox tələbə də bilmir ki, hansı yolu tutsun, hara getsin, hansı sahə seçsin. Bu da var. Bir də o məqalə baxımından əslində mən nəyi demək istəyirdim? Tutaq ki, ölkə ilə bağlı bir araşdırma aparmaq istəyirsən də, yəni ümumi məqalə yox. Azərbaycanda tutaq ki, hər hansı bir xəstəliyin statistikası və s. Onunla bağlı məlumat tapmaq məncə çətin olur. Çünki rəsmi olaraq bütün məlumatlar tam paylaşılmır. Ya Dövlət Statistika Komitəsindən necəsə onu tapmaq olar, bəzən də limitli olur. Ona görə deyirdim ki, məsələn, xaricdə o məlumatları daha çox paylaşırlar deyə sən əlçatan olursan, nəinki bizdə. İndi düz deyə, yəni inkişaf eləmək lazım. Bunlar şikayət mənasında demirəm təbii ki. Sadəcə bölüşürəm ki, nələri inkişaf elətdirmək lazımdır. Bəlkə tələbələrdən kimsə statistik olar, kimsə araşdırma yönündə gedər. Mən də indi araşdırma istiqamətində gedirəm deyə özümə cəmaət yığıram. Ya zarafatsız amma. Statistika komitəsində bəli məlumatlar olsa da biraz limitlidir. Hər istədiyimiz məlumatı təsdiq əldə edə bilmirik. Eynən. Çata bir sual gəlib, deyirlər ki, sizcə ictimai səhiyyə üzrə rezidentura yoxsa magistratura daha yaxşı olar? Rezidentura məncə qalmaya baxmırsa. Yəni gigiyena ixtisası biz gigiyena ümumi hər birini əhatə edirdi. İçərisində ictimai səhiyyə də var idi. Yəni kafedralara görə bölünürdü. Amma bildiyim qədərlə gigiyena ixtisasını artıq rezidenturadan götürürlər, ancaq magistr olaraq qalır. Ona görə magistr. Amma əgər ikisi də varsa, məncə ikisində də öyrənəcəyiniz şeylər, yəni həmin kafedranı seçəcəksiniz, hansı kafedranı istəyirsinizsə və orada eyni şeylər öyrənəcəksiniz. Məncə rezident olsanız, magistr olsanız. Ona görə hansı sizin üçün daha asandır? Məncə magistr imtahanı vermək daha asandır, nəinki rezident imtahanı. Ona görə hər bir halda yəqin ki magistr. Növbəti sualım budur ki, akademik biliklər real həyatda necə tətbiq olunur? Akademik bilik deyəndə, ümumiyyətlə akademik istiqamət deyəndə ilk ağlımıza gələn şey və işimizin əsas hissəsi elmi işlər hazırlamaqdır. Tədqiqat aparmaq, onları yazıya tökmək və öz tövsiyəmizi, tövbəmizi siyasətə vermək ki, nəsə edilsin bununla bağlı. Çünki biz birbaşa siyasəti həyata keçirən tərəf deyilik, ancaq problemi görüb, ona həll yolu tapıb, onu bir təklif kimi verə bilirik ki, buna qarşı bir şey etsinlər. Birinci növbədə datanı toplayırıq. Birinci növbədə biz problemi seçirik, özümüzə mövzu seçirik. Problemi də ki, çox vaxt ağlımızda olur artıq mövzu. Çünki gündəlik həyatda görürük problemi, hər kəs görür. Primitiv bir misal, xroniki xəstəliklər, hamı bilir ki, bu bütün dünyada qlobaldır, bu dəqiqə aktual mövzudur. Biz problemi seçdikdən sonra başlayırıq onun ədəbiyyat təhlilini aparmağa. Ki, dünyada bu mövzuyla bağlı hansı işlər görülür, hansı tədqiqatlar həyata keçirilir, hansı nəticələrə gəlirlər və Azərbaycanda vəziyyət necədir. Çox vaxt Azərbaycanda biraz tapmaq çətin olur məlumatı. Ona görə biz əslində dünyada görüb onu özümüzə adaptasiya etməyə çalışırıq. Yəni eyni tədqiqatı biz aparmağa çalışırıq ki, biz toplayaq bu statistikanı, biz bir nəticəyə gələk. Bir də ən fikir verilməli məqamlardan biri metodologiya hissəsidir. Yəni baxırıq, xaricdə əksər məqalələr bu problemi tapmaq üçün, bu mövzunun üzrə tədqiqat aparmaq üçün hansı metoddan istifadə edirlər və biz o metodu özümüzə adaptasiya edə bilərikmi? Çünki təəssüf ki, hər metodu biz həyata keçirə bilmirik. Misal üçün deyim, bizim daha çox uşaqlar üzərində tədqiqat aparırıq. Əgər
uşağın qanında hansısa bir biomarkeri biz öyrənmək istəyiriksə, bizim üçün artıq demək olar ki, imkansız olur. Çünki həm maddi resurs tələb edir, həm valideynlərdən ona icazə almaq çətin məsələdir. Deyəcəklər ki, mənim uşağım niyə qan versin, ümumiyyətlə şübhəli yanaşacaqlar ki, niyə uşağımdan qan götürülür və s. Ona görə hazırda bizim üçün ən rahat üsul əslində anket üsuludur. Düzdür, etibarlılığı biraz aşağı düşə bilir. Çünki information bias ola bilir, memory bias ola bilir. Amma anonim keçiriləndə məncə müəyyən qədər etibarlı nəticə əldə etmək olur. Həm maddi resurs baxımından sərfəlidir, həm datanın toplanması daha asandır və dünyada da hələ aktual şəkildə istifadə olunur anket üsulu. Ondan sonra biz nəticələri datanı toplayandan sonrasında işləyirik, statistik təhlil aparılır və nəticələr interpretasiya olunur. Ən sonunda əlbəttə ki, müzakirəsi gedir, müzakirə hissəsi yazılır və tövsiyələrimiz verilir siyasətə ki, problem budur, bu problemin hər yolu da budur. Yəni dünyada bunları edirlər bu problemi həll etmək üçün və bizdə də bunlar tətbiq oluna bilər. Sonrası isə artıq bizdən çıxır, daha siyasəti həyata keçirir, siyasətçilər çevrilir. Çox sağ ol Fidan ətraflı məlumat üçün. Chatda 2 sual var, onları oxumaq istəyirəm. Bir nəfər yazıbdır ki, bir dəqiqə kimsə qoşdur qəbul edeyim. Aha. Hə. Ay Allah, getdi chat. Hə. Mən 3-cü kurs tələbəyəm. Bizdə təhsil 5 illik olduğuna görə hər iki istiqamətə yönəlmək mümkündür. Sadəcə düşünürəm ki, bizdə təhsil 5 illik olduğuna görə baza tibb fənləri bir semestr keçirilir və rezidentura üçün sanki yenidən başlamaq lazımdır. Bu nisbətən mənə çətin gəlir deyə magistratura daha çox düşünürəm. Sadəcə bunu çətinlik mi yönəldir, yoxsa magistr həqiqətənmi prestijlidir, ayırt edə bilmirəm. Sonunu başa düşmədim. Mən oxuya bilirəm o mesajları. Chatda hə, görə bilərsən. Mən oxuyuram. Orada işarə var, belə chat işarəsi. Sonunu zəhmət olmasa oxuya bilərsən. Tamam. Deyir, bu nisbətən mənə çətin gəlir deyə magistratura daha çox düşünürəm. Sadəcə bunu çətinlik mi yönəldir? Yəni rezidentura çətindirmi deyə magistraturanı seçmək istəyirəm, yoxsa magistratura həqiqətən də prestijlidir, onu ayırt edə bilmir. Prestijli olaraq mənə elə gəlir ki, rezidentura daha prestijli sayılır. Ən azından biz o vaxt elə hiss edirdik sanki. Hətta deyirdilər ki, deyərsən universitetdə maaş olaraq rezidentura bitirənlərin maaşı daha yuxarı olur, magistr bitirənlərin maaşından və ya rezidentura təhsil almayanlar. Bilmirəm nə qədər doğrudur, məlumatım yoxdur bu barədə açığı. Amma bəlkə də onun imtahanı daha çətin olduğu üçün prestijli sayılır, yenə də bilmirəm. Amma yenə də öyrənəcəyiniz şey eynidir, dediyim kimi. Siz bir kafedra seçəcəksiniz və o kafedra sizə öyrədəcək. Magistr olsanız eyni şey öyrədəcək, rezident olsanız eyni şey öyrədəcək. Ona görə məncə elə asan yolu seçmək daha yaxşıdır. Nəinki o qədər məndən daha deyil. Bir də mən bir şey əlavə eləmək istəyirəm. Biz 5-ci kursda olanda artıq bu rezidentura məsələləri çox aktual idi ki, artıq çünki azalmağa, belə bir növ yox olmağa doğru gedirdi. Hələ də əslində, yəni eşitdiyimə görə o istiqamətdə gedir. Və gigiyena o vaxt yəni keçən ildən artıq magistraturaya keçirilmişdi. Məncə burada, bilmirəm indi, əgər Tahirə elədirsə deyin, bizdə rezidentura var idi keçən il, laboratoriya, biokimya, yoluxucu xəstəliklər, bu istiqamətdə idi, məncə elə 3 idi. Yerdə qalanlar artıq epidemiologiyada magistraturaya verildi, nə bilim, əmək sağlamlığı, gigiyena hamısı magistraturaya verildi. Əgər siz həkim olmaq istəyirsinizsə, yəni və rezidentura imkanınız varsa, hə, onu seçə bilərsiniz, yoluxucu xəstəliklər və ya laboratoriya. Amma əgər ictimai səhiyyə yönündə yönəlirsinizsə, onsuz da onlar magistrdədir, yəni rezidenturadan çıxarılıb. Yəni sizin məncə burada ayırt eləməli olduğunuz əsas şey odur ki, siz həkim kimi fəaliyyət göstərmək istəyirsiniz, yoxsa ictimai səhiyyə mütəxəssisi kimi? Mən də sizə demək istədiyim o idi. Çünki magistr oxuyaraq həkim ola bilməyəcəksiniz. Əgər o istiqamət istəyirsən, bəlkə rezidentura lazımdır. Amma ictimai səhiyyə baxımından deyəsən dedilər ki, 3-cü kurs olduğu üçün rezidenturası da var, həm də hissəsi ikisidir. Əgər sırf ictimai səhiyyə baxımından yanaşıbsa, magistr məncə kifayətdir. Növbəti sual odur ki, ikinizə də sual vermək istəyirəm. Universitet daxili əlavə işləmək çətindir, çatdırmaq və ya iş tapmaq cəhətdən, yoxsa siz stipendiya bəs elədiyi üçün etməmisiz?
Mən şəxsən hal-hazırda məsələn iş axtarıram əslində. Yəni iş tapsam istəyərəm ki, olar, ya yaxşı olar. Düzdür, təqaüd mənə bəs eləyir, amma əlavə gəlir qazanmaq üçün istəyərəm. Sadəcə iş tapmaq həqiqətən də çətindir. Yəni xarici tələbələr üçün məncə daha çox çətindir. Məsələn, mən hal-hazırda problem yaşayıram iş tapmaq məsələsində. Amma ümumilikdə təqaüdə qalanda təqaüd bəs eləyir. Mən özüm üçün desəm, mən düzə heç iş axtarmadım orada olanda. Ümumiyyətlə könüllülərə belə qoşulmadım açığı. Çünki dərsdən əlavə qalan bütün vaxtımı özümə sərf eləmək istirdim. Ya dincəlmək istədimsə dincəlməyimə, ya da ki, orada necə vaxt keçirmək istədimsə ona sərf eləmək istirdim. Çünki vaxtımız sadəcə bir idi və onu könlüm istədiyi kimi keçirmək istirdim. Təqaüdə gələndə də açığı mən bəzən xərclik eləyə bilirdim. Yəni valideynlərimdən biraz maddi dəstək ala bilirdim. Ancaq almadan da dolanı bir çox insan görmüşəm. Kifayət edir. Yəni şərt deyil ki, mütləq işlənilsin. Amma yenə də fikirləşirəm ki, iş olsa, yəni kimsə əgər həvəslidirsə buna lap könüllülük belə məncə çox yaxşıdır. Karyera baxımından, təcrübə baxımından. Məncə başqalarına tövsiyə edirəm, özüm eləməsəm də məncə edilməsi. Növbəti sual odur ki, bir də ora gedəndən sonra ölkəyə bir dəfə gəlib qayıtmağı özləri qarşılayır. Bir dəfə getmək, bir dəfə qayıtmaq. Əgər magistr. Növbəti sual odur ki, Tahirə yazıb çox sağ olun. Bəs son bir sual verim. Hazırda təbii ki, düşüncəmə əsasən xaricdə magistr daha yaxşı olar. Lakin sizcə Azərbaycanda magistr necədir? Oxumağa dəyərmi? Onsuz da iki seçimimiz var, belə deyim. Ya bizdə oxuyacaqsınız, ya xaricdə oxuyacaqsınız. Yəni xaric alınmasa, bizdə də oxumasa, ancaq bakalavr təhsili ilə heç nə eləmək mümkün deyil. Ona görə bəli, əgər dediyiniz kimi xaricdə oxumaq daha yaxşıdır, ancaq alınmasa, bəli, bizdə magistr oxunulmalıdır məncə ki, təhsil tam ali təhsil olur. Daha iş tapma imkanları daha çox olur. Çox sağ olun, yazıb. Siz sağ olun. Tamam, növbəti suallardan irəliləyirəm. Sən öz işində ictimai səhiyyə biliklərini, Glasgow-dan öyrəndiklərini necə istifadə edirsən? Elə tədqiqat apararkən və məqalə yazarkən əsas işim ondan ibarətdir onsuz da və xeyrini çox gördüm orada öyrəndiklərimin. Burada məqalə yazarkən, eyni iş yazarkən bir il əvvəlki halımla indiki halım arasındakı fərqi görə bilirəm. Çünki əvvəl dediyim kimi statistika bilmirdim və hazırda əvvəl statistikaları mən Excel-də edirdim. İndi isə artıq RStudio'da edə bilirəm bunları. Baxmayaraq ki, universitetdə mən stata seçmişdim, onu öyrənmişdim. Amma artıq o baza yaranandan sonra özüm oxuyaraq da, self-study edərək də başqa proqramlaşdırmanı başqa proqramları öyrənə bilirəm. RStudio'da belə həm işlədikcə, həm oxuduqca falan yavaş-yavaş öyrənə bilirəm. Demirəm ki, çox yaxşı işləyirəm. Əlbəttə ki, yenə də internet olmadan, süni intellektin köməyi olmadan bunu etməyimiz imkansızdır. Çünki orada bizə sadəcə 2 ay səhv eləməyimizə keçirlər statistikanı. O qədər geniş biliklərə sahib olmuruq. Amma hazırda statistikanı proqramlarda daha profesional şəkildə işləyə bilirəm. Bunun çox böyük üstünlüyünü gördüm. Bir məqalə ümumiyyətlə necə yazılmalıdır, strukturu necə qurulmalıdır, tədqiqatların bu qədər çox variasiyaya sahib olduğunu mən magistrdə öyrəndim. Əvvəllər ancaq bilirdik keyfiyyət metodlarından istifadə olunan tədqiqatlar və kəmiyyət xarakterli tədqiqatlar daha limitli idi bizim üçün o. Cross-sectional, biraz sistematik review və s. Review bizim üçün ümumi idi. İndi magistrdə artıq scoping review, feature ayrıdır, sistematik ayrıdır. Yəni hər tədqiqatların əslində çox çeşidli olmasını onu öyrəndim. O qədər çeşidlərinin olduğunu bilmirdim həmin vaxta qədər. Müzakirə hissəsinin yazılmasında kritik yanaşma, analitik düşüncə əvvəllər bu qədər çox inkişaf etməmişdi. Bizdə biraz o cəhətdən məncə ümumiyyətlə geriyik, biraz kritik yanaşma cəhətdən. Hələ də çox yaxşıyam deyə bilmərəm, amma o inkişaf etdirdi o düşüncəni məndə və hazırda özüm də üzərimdə yazdıqca inkişaf etdirməyə çalışıram. Yəni ən çox belə deyim, oradakı biliklər
həqiqətən orada bizə bəlkə də imtahanlarda da biz daha çox yazırıq deyə bizə test üsulu olmur orada və yaxud şifahiyyətdən vermirik. Bir növ sanki məqalə yazırıq və hər imtahan üçün yazdıqca insanda o formalaşır. Düzgün strukturla yazmaq, məqalə yazmaq qabiliyyəti, elmi işlə məşğul olmaq qabiliyyəti. Ancaq o da dissertasiya yazarkən inşallah sən də yaşayacaqsın onu. Dissertasiya yazdığımız müddətdə artıq tam yaxşı öyrənirik ki, düzgün bir elmi məqalə, düzgün bir elmi iş necə yazılmalıdır. Çox sağ ol. Bəlkə də bu sual biraz təkrar ola bilər, amma qısa şəkildə hal-hazırda Tibb Universitetindəki işindən danışa bilərsən? Yəni baş laborant kimi vəzifələrin nədir, nələr edirsən? Belə dediyim kimi ən çox elmi işlər yazıram, tədqiqat həyata keçiririk. Bundan əlavə dərs prosesində ola bilər ki, müəllimlərə hər hansı bir kömək lazımdırsa, onları da həyata keçiririk. Nəsə tələbələrlə işlə bağlı və s. Amma ən əsas işim tədqiqatların aparılmasıdır və onların yazıya tökülməsidir. Tamam, təşəkkürlər. Bəs biraz danışa bilərsən risk qiymətləndirməsi barədə. Risk qiymətləndirməsi nədir və praktikada bunu necə istifadə edirsiniz? Risk qiymətləndirməsini biz o qədər istifadə etmirik açığı. Onu məncə praktik yönümlü sahələrdə çalışan ictimai səhiyyə mütəxəssisləri daha yaxşı deyə bilər. Çünki orada monitoring, nəzarət və s. ki, həyata keçirilir. Biz onu o qədər etmirik. Bizim işimizdə də akademik istiqamətdə olur. Ona görə məncə cavab verməyim o qədər də yaxşı olmaz. Bəlkə də nələrsə çox şeyi əski deyərəm. Daha bu sahədə məlumatlı biri daha yaxşı edə bilər. Amma risk qiymətləndirməsində də yenə də problem əvvəlcə həll görülür və onun həllinə istiqamətlənilir. Təşəkkürlər. Bir sual gəlib çata ki, əmək sağlamlığı ixtisasının gələcəyi haqqında məlumat verə bilərsinizmi? Əmək sağlamlığının gələcəyi məncə bu da çox inkişaf etməkdə olan bir sahədir bizim ölkədə, hələ yenidir. Çünki STEM əslində çox yaxşı bir ixtisasdır, hansı ki, bu əmək sağlamlığı ilə birbaşa əlaqəlidir. Ancaq mənim gördüyüm odur ki, əksər yerlərdə STEM mütəxəssisi heç də əmək sağlamlığı üzrə mütəxəssisləşmiş insan olmur və yaxud da ümumiyyətlə bakalavr təhsil olmur. Hətta mən hələ bakalavr oxuyarkən STEM sahəsini düşünəndə bəzi insanlar deyirdi ki, nə əlaqəsi var? Əslində bizim sahə ilə çox əlaqəlidir. Amma məncə birinci növbədə qurumların xəbəri olmalıdır ki, onların STEM işçiləri tibb təhsilli olması daha düzgündür, daha məqsəd uyğundur. Yəni bu problem, bu boşluq ölkədən qaynaqlanır. Ölkədəki qurumlar əvvəlcə bilməlidirlər ki, bu STEM sahəsi əslində nədir? Bu əgər işçinin sağlamlığına fokuslanırsa, deməli həmin insan həkim olsa daha düzgün olar. Bunu biz daha yuxarı səviyyəli şirkətlərdə görürük. Divizorlarda çox vaxt həkimlər olur, həmin sahə üzrə çalışanlar. Ancaq bir çox başqa yerlərdə mən görürəm ki, tibb təhsil insanlar olmur. Əgər qurumlar bundan xəbərdar olsa, məncə çox yaxşı gələcək olar sahənin də. Çünki artıq hər yerdə STEM-ə üstünlük verəcəklər ki, tibb təhsil insanlar olsun, bu sahə üzrə ixtisaslaşmış insanlar olsun və məncə STEM işi də iş olaraq çox yaxşıdır. Maaşlar da yaxşı olur onların. Yəni əgər o sahəyə yönələ bilsə əmək sağlamlığı mütəxəssisləri məncə onlar üçün yaxşı gələcək gözləyirlər. Təşəkkürlər. Əmək sağlamlığı ilə bağlı bir sual da gəlib ki, əmək sağlamlığı ixtisasında yer artırılıb, yoxsa əvvəlki kimi 3 yerdir? Onu dəqiq bilmirəm. Artırılması planlaşdırılırdı əslində, ancaq bu yəni dekanlığın məncə qərar verə biləcəyi bir şeydir. Dəqiq artırılması yox, yəqin ki, son qərarı onlar verəcək. Tamam. Ümumiyyətlə əmək sağlamlığı sahəsində ancaq məsələn biz o vaxtı keçirdik, işçilərin sağlamlığı əsasən yəni tikinti işləri ilə məşğul olanlar və s. Bəs bu əmək sağlamlığını başqa hansı istiqamətdə istifadə etmək olar? Əslində işçilərin sağlamlığıdır. Sadəcə ancaq tikinti yoxdur. Yəni biz hər xəstəxanada belə STEM mütəxəssisi görə bilirik. Hər iş yerində mütləq ki, STEM mütəxəssisi olmalıdır. İşin quruluşundan asılı olmayaraq, hansı işini gördüyümüzdən asılı olmayaraq.
yerdə, hər iş mühitində mütləq ki olmalıdır. Ona görə əslində STEM sahəsi üzrə iş imkanları geniş olur məncə. Hər quruma mütləq ki ən az bir işçi lazım olur. Ondan əlavə məncə dünyada da bu yəni çox ehtiyacı olan bir sahədir. Yəni sadəcə Azərbaycanla məhdudlaşmayıb. Beynəlxalq sertifikatlar var. Ən çox bilinən Niboşdur ki, çox insan alır bunu, çox səfər. Hətta səfər mütəxəssislərin çoxu da bu sertifikatı alaraq və ya da digər beynəlxalq sertifikat alaraq həmin işlərə daxil olurlar. Çox vaxt əslində diploma yox, hansı təhsil bitirdiklərinə yox, hansı sertifikatları olduqlarına baxaraq işə götürürlər onları. Ona görə bu sertifikatları alaraq məncə başqa ölkələrdə də işləmə şansı böyükdür həmin insanların. Təşəkkürlər. Növbəti sualım odur ki, daha doğrusu bu tələbələrin sualı idi ki, xəstəxanalarda ictimai səhiyyə mütəxəssisləri hansı işləri görür? Xəstəxanalarda daha çox məncə nəzarət, monitoring bu sahələrdə çalışırlar. Bizdə hələ də yoluxucu xəstəliklərin monitoringi çox istifadə olunur. Yəni ki, belə aktual bir mövzudur, aktual bir sahədir. Xəstəxanalarda məncə bu keyfiyyətə nəzarət, onların təhlili və s. kimi sahələrdə və həmçinin məncə xəstəxanalarda baş həkimlər də əslində ictimai səhiyyə mütəxəssisləri olmalıdır əksərən. Nə qədər elədir deyil bilmirəm. Məncə böyük ehtimal ki, çoxu hələ müalicə məzunlarıdır. Amma o da əslində yəni direktorlar, şöbə müdiri və s. bu kimi hər hansı bir belə deyim, siyasət təşkil edən və ya da idarə etmə təşkil edən sahələrdə ictimai səhiyyə mütəxəssisləri işləməyə davam etsin. Əslində elə sən demiş düşünürəm ki, xəstəxanalarda ictimai səhiyyə sahəsinə o qədər də çox yer verilmir. Məsələn, bizdə daha çox bilirik ki, xəstəxanalarda ictimai səhiyyə üzrə səhiyyə meneceri, idarə edən və s. olur. Amma məsələn, səthən barədə ki, həqiqətən də xəstəxanalardakı işçilərin sağlamlığı mən yəni rast gəlməmişəm, bəlkə də var. Məncə bu istiqamətdə də yoxdur, düzəməlli. Ya da statistik, epidemioloq, xəstəxana daxili infeksiyalara nəzarət, yalnız yoluxucu yox, eyni ilə qeyri-infeksion xəstəliklərə də. Yəni ümumiyyətlə məncə xəstəxanalarda da çox yer verilməlidir ki, ictimai səhiyyə sahəsində işləyənlər olsun. Eyni ilə sən dediyin kimi də səhiyyə siyasəti və s. Yəni ancaq o demək deyil ki, dövlət qurumlarında, nazirlikdə və s. olmalıdır. Əslində yəni biz həmişə deyirik ki, ictimai səhiyyə hər yerdədir. Onu hər yerə əslində tətbiq etmək lazımdır. Növbəti sualım odur ki, ictimai səhiyyə üzrə məzunlar haralarda işləyə bilər? Sən demiş, ictimai səhiyyə hər yerdə. Yəni universitetdə işləyə bilərlər. Yəni ağlınıza gələ biləcək bütün səhiyyə qurumlarında işləyə bilərik. Buna Səhiyyə Nazirliyi də daxildir, təbii icbari tibbi sığorta, özəl sığortalar, klinikalar nə qədər biz dediyimiz kimi yer verilməsə də çox, yenə də yer verilir. Biraz hər şey baxır sizin o işi tapmağınıza, sizin nə qədər aktiv olmağınıza, müraciətləriniz. Yəni siz müraciət eləməsəz, sizi heç kim tapmayacaq. Mütləq ki, kimsə tanımalıdır, kimsə görməlidir sizi. Biraz bu fərasət də istəyir elmdən başqa. Ona görə yəni səhiyyə ilə əlaqəli məncə bütün qurumlarda bizə yer var. Təşəkkürlər. Və danışa bilərsən biraz ki, məsələn, indi fərasət və s. dedin. Eyni ilə ictimai səhiyyə sahəsində səncə ən çox tələb olunan bacarıqlar hansılardır? İctimai səhiyyə sahəsində baxır əslində harda çalışırıq. Həmin çalışdığımız yerə görə tələb olunan bacarıqlar da dəyişir. Yəni universitetdə çalışırıqsa bizdən əsas istənilən yaxşı elmi iş aparmaqdır, yaxşı elmi tədqiqat aparmaqdır və nəticəsinin yaxşı olmasıdır. Nəticəsinin yaxşı olması o deməkdir ki, yəni yuxarı nüfuzlu jurnallarda dərc olunsun yazdığımız məqalə, siyasətə həqiqətən qatkısı olsun, həyata keçirilsin. Yəni biz görək ki, bunun nəticəsi bir işə yaradı. Yox, əgər başqa misal üçün, əgər monitoringlə, nəzarətlə bağlı bir işləyiriksə, o halda o nəzarətin keyfiyyətli şəkildə həyata keçirilməsi, düzgün şəkildə, şəffaf şəkildə həyata keçirilməsi, problemlərin aşkar olması, statistika ilə bağlı sahədə statistik təhlillərin düzgün aparılması. Yəni işlənilən sahəyə görə bizdən tələb olunan bacarıqlar da dəyişir. Birinci növbədə məncə biz qərar verməyə
yanaşı bir şey də əlavə eləmək istəyirəm ki, məncə o bizim soft skills dediyimiz yumşaq bacarıqlar elə hər bir sahədə tətbiq olunmalıdır. Məsələn, kommunikasiya bacarığı, yəni istənilən işdən asılı olmayaraq, ictimai səhiyyə elə bir sahədir ki, daim ünsiyyətdə olursan, populyasiya ilə, ya kimlənsə, ona görə də məncə danışıq qabiliyyəti çox önəmlidir. Eynilə araşdırma bacarığı, məncə bu da hər yerdə tətbiq olunur. Yəni tədqiqatçı olsanız da, olmasanız da yenə də araşdırma bacarığı lazımdır məncə. Bunları da əlavə eləmək istədim. Kommunikasiya əslində bütün sahələrin ən başında gəlir məncə. Eyni, Mütləq ki, əlaqələr qurulmalıdır hər kəslə. eyni. Növbəti sualım bundan ibarətdir ki, universitetdə işləmək sənin üçün maddi və ya psixoloji olaraq çətindirmi? Bu sualın da cavabı çox individualdır. Yəni maddi çətinlik insana görə dəyişir. Həmin insan xərcləri nə qədər olur, onun üçün maddi asanlıq hansı büdcə nəzərdə tutulur. Ona görə buna cavab vermək biraz çətin olacaq. Psixoloji çətinlik yenə eyni qaydada əslində o bizim gözləntilərimizdən asılı olaraq dəyişir. Sizin həmin işdən gözləntiniz nədir? Həmin iş mühitindən, iş kollektivindən görəcəyiniz işdən gözlənti nədir? Ona görə dəyişir. Mənim üçün şəxsən psixoloji olaraq çox asan oldu. Çünki onsuz da bakalavrda mən 3 il bu kafedrada olmuşam, rezidentdə olmuşam bu kafedranın və hara gəlirəm, hansı işi görəcəm, kollektiv kim olacaq, iş mühiti necə olacaq, hər birini əvvəldən bilirdim. Ona görə ümumiyyətlə adaptasiya prosesi genel olaraq məndə olmadı. Psixoloji olaraq çox asan oldu. Mən düşünürəm ki, mənim üçün psixoloji olaraq asan ola biləcək ən asan işdir mənim üçün. Başqa yerdə mütləq adaptasiya prosesi olur, ilk aylarda çətinlik olur, amma burada elə bir şey yaşamadım. Amma bu yenə də mənim üçün belə insana görə dəyişir. Çox sağ ol. Bəs sənin işə başlayandan sonra ən çox çətinlik çəkdiyin tərəf nə oldu? Ümumiyyətlə oldumu belə bir şey? Biraz işdəki məhdudiyyətlər, reallıqlar çətinlikdir. Misal üçün, ağlımızda olur hər hansı bir tədqiqat aparmaq, hansı ki, çox maraqlıdır, dünya üçün çox aktualdır, aparsaq çox yaxşı olar. Ancaq bəzi resurs məhdudiyyətləri ki, buna əngəl olur. O çətinlik yaradır təəssüf ki, istər maddi cəhətdən, istər bayaq dediyim kimi etik məsələlərlə bağlı və s. çətinliklər olur. Yəni hər istədiyimiz tədqiqatı rahatlıqla apara bilmirik. Bu cəhətdən biraz çətinlik olur. Digər baxımdan məncə elə bir şəkildə yaşamışam hələ ki 6 ay. Tamam, çox sağ ol. Bu sahəni, ümumiyyətlə ictimai səhiyyə sahəsini seçmək istəyənlər üçün hansı məsləhətlərin olar? 3 əsas məsləhət. Məncə ən birinci elə bir məsləhətim var ki, ictimai səhiyyə nədir mütləq birinci tam şəkildə o qavranılsın. Həqiqətən ictimai səhiyyə sizin üçün maraqlıdırsa bu sahəyə yönəlin. Onsuz da o qədər geniş sahədir ki, qolları o qədər çoxdur ki, yəni artıq hər biri haqqında əlavə oxuduqca, məlumatlandıqca siz qərar verəcəksiniz ki, hansı sahəsinə, hansı qoluna üz tutmaq istəyirsiniz. Ümumi olaraq ictimai səhiyyə maraqlıdırmı? Burada görülən işlər, sahə nədən ibarətdir? İlk öncə bu mütləq qavranılmalıdır, başa düşülməlidir. Ondan sonra qərar verməlidir ki, bu sahəyə üzrə götürmək istəyirsiniz yoxsa yox. Yəni bakalavr oxuyanlara da mən eyni şeyi tövsiyə edirəm ki, əgər sizin üçün yəni razı deyilsinizsə bu ixtisasla, bu ixtisasın sonrasında sizi gözləyən işlərlə, karyera ilə siz razı deyilsinizsə, o halda siz ikinci təhsilə üz tutun. Yəni davam eləməyin ki, ömrünüzün sonuna qədər də şikayətlənməyəsiniz bununla bağlı. Növbəti 3 oldu. Saymadım. Yəni əsas məncə budur. Tamam. Bu işi mütləq ki sevməlisiniz. Ümumiyyətlə fərqi yoxdur ki, işiniz nədən ibarətdir. Onu mütləq sevməlisiniz ki, ömrünüzün sonuna kimi də o işi işləyə biləsiniz. Çünki insan sevmədiyi işdə uzun müddət qala bilmir. Mən bunu başqa təcrübələrimdə də görmüşəm. Bir yerdən sonra psixoloji olaraq da çökürsünüz, işləməyə həvəsiniz də qalmır, həmişə getmək istəmirsiniz. Əgər bu uzun müddətli bir şeydirsə, bu iş mütləq ki sizin marağınız, həvəsiniz olmalıdır. Eynən razıyam. Çox sağ ol. İndiyə qədər ən maraqlı layihən nə olub? Mən 6 aydır işlədiyim üçün çox layihələrdə iştirak eləməmişəm. Ancaq bizim Qazaxıstanla keçirdiyimiz maraqlı bir layihə hazırda hələ ki davam etməkdədir. Onlar bir çox ölkədən hava nümunələri
Mənim suallarım bu qədər idi. Çox sağ ol Fidan, ətraflı məlumatların üçün, vaxt ayırdığın üçün. Sizin hər hansı bir sualınız varmı? Görüşdə olanların varsa mikrofonu açıb da deyə bilərsiniz, çata da yaza bilərsiniz. O vaxta qədər Fidan, sənin hər hansı bir əlavən varmı? Əlavəm yoxdur, özünüzə yaxşı baxın. Birinci növbədə özünüzə yaxşı baxın, sonra da ixtisasınızla bağlı özünüzdə həvəs yaratmağa çalışın. Təşəkkürlər. Belə baxıram deyəsən sual yoxdur. Əgər yoxdursa, görüşü sonlandıra bilərik. Təşəkkür edirəm hər birinizə qoşulduğunuz üçün, mən də dəvət elədiyiniz